Choose the correct sentence with the noun in the possessive case. Yeğlik halda ismin düzgün forması olan cümləni seçin. A variantında the children's answers were correct qeyd olunmuşdu və biz bilirik ki, cəmi kökdən dəyişən isimlərin yeğlik halını apostrof S vasitəsilə düzəltməliyik. Ona görə A variantı yanlışdır. B variantında the Brown's house is close to ours. D artiklı əgər istifadə olunubsa soyad cəmdə verilməlidir. Yəni S apostrof olmalıdır ki, doğru olsun. C variantında I started working after 2 months rest. To dediyimiz üçün rəqəmə görə ay sözü cəmdə olmalıdır. Yəni S apostrof olmalıdır ki, doğru olsun. Daha sonra the woman's problems were solved. Qadının problemləri həll olundu. Woman təkdə apostrof S ilə yeğlik hal düzəlib. Problem cəm olduğu üçün xəbərin cəmdə verilməsi də doğru götürülür. Y variantında I went to school after 3 weeks holiday. Burada isə yeğlik hal düzgün istifadə olunmamışdı. Yəni 3 weeks apostrof daha sonra holiday olmalıydı ki, doğru olsun. Qeyd etdiyimiz qrammatik qaydaya əsasən doğru cavab D variantıdır.